elektronik mühendisiyəm. Biz SAP 2025'də müxəttər kateqoriyası üzrə qeydiyyatdan keçmişik. İndi isə roverimizi təqdim edək. Gördüyünüz kimi roverimiz 4 təkərdən ibarətdir. Təkər və qollar filamentlər vasitəsilə üstə printerdə çap edilir. Gövdə isə taxtadan hazırlanır və CNC lazer vasitəsilə kəsilir. Biz təkərlərimizin idarə edilməsi üçün 10 kW 77 FP'lik DC motorlardan istifadə etmişik. Roverimizin içində bir ədəd enerji mənbəyi kimi bir mikrobateri var. Torpaqda suyun rütubətini ölçülməsi üçün bir ədəd mikrobitdən və ön hissədə suyun ölçülməsi üçün bir ədəd nəm sensoru, onun da bizə siqnal etməsi üçün bir ədəd hüzərdən istifadə etmişik. Təkərlərimizin hərəkət etməsi üçün və nəm sensorunun aşağı-yuxarı getməsi üçün biz serverdan istifadə etmişik. Robotumuzun idarəsi üçün isə FlySky bulutunu istifadə edirik. İndi isə robotumuzu test edək. İndi isə roverimizin hərəkətini göstərək. İləri hərəkət, geri hərəkət, sağa hərəkət, sola hərəkət.